Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu Öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi idi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçirdi. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də olubdur. Ancaq həyatımın çox ağır səhifələri də olubdur. Və bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıb gedəcəkdir. Ancaq bugün mən xoşbəxtəm. Bugün mən öz taleyimə minnətdaram. Böyük Allah'a minnətdaram ki, mən o devrləri yaşadım. Geldim, Azərbaycan xalqı ilə bir yerdəyəm və bugün Azərbaycan xalqı üçün bu qədər dəyərli töhfə veririk. Ey müdrüküm, ey aqilim, ağsaqqalım atam mənim, elə belə gəlməmisəm, elə belə gəlməmisəm, göylərdən göndəriləm, qüvvəm mənim, gücüm mənim, ey göylərdən göndəriləm, qüvvəm mənim, gücüm mənim. Bugün Azərbaycanın bayaqlanan gününü qeyd edildiyimiz, doğum gününü keçirdiyimiz Ulu Öndərimizin portretini məktəbimiz üçün Şəhid Mehman Qəmbərovun oğlu Ceyhan balamız məktəbimizə hədiyyə edildi. Baxın, burada da adı var, hazırlayan Qəmbərov Ceyhan. Ceyhana alqış edək. Təşəkkür ederim. Salam, dəyərli qonaqlar, əziz hörmətli müəllimlər və gözəl şagirdlərimiz. Bu günləri biz ümumi lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbirimizi qeyd edirik və bu tədbirimizi onun adına uyğun olaraq xalqın xilaskarı, vətənimizi, azadlığımızı bizə bəxş eləyən Heydər Əliyevin doğum gününə həsr edirik. Bugünkü tədbirimizdə ilk öncə Azərbaycan dövlət himni ilə açıq elan edirik. Sen
həsr etmiş ümumi lider Heydər Əliyev və bizim uşaqların, körpələrin babası olan əziz babamızın ad gününə həsr etdiyimiz xalqın xilaskarı tədbirini açıq elan edirik. Hörmətli müəllimlər, əziz qonaqlar və əziz məktəblilər. Bugün burada Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətimizin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin 102-ci il dönümünü qeyd etmək üçün toplaşmışıq. Heydər Əliyev öz müdrikliyi, uzaq görənliyi və sadiqliyi ilə yalnız Azərbaycanın deyil, bütün dünyanın hörmətini qazanan nadir liderlərdən biri olmuşdur. Onun həyat yolu hər bir Azərbaycanlı üçün örnəkdir. Ulu Öndər 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. O, xalqına xidmət etməyi həyatı mənasız sayırdı. İllər boyu dövlətin mühüm vəzifələrində çalışan Heydər Əliyev, xalqın təkidli tələbi ilə 1993-cü il yenidən hakimiyyətə qayıtdı və Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas etdi. Onun əsas prinsipi xalq üçün xalqla birlikdə idi. Bugün də Azərbaycan Heydər Əliyevin siyasi xətti ilə inkişaf edir. Onun başladığı yol Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlar, bəs biz babamızın ən sevdiyi şeyləri bilirikmi? Bəli! Gəlin birlikdə sadalayaq. Babamızın ən çox sevdiyi şeir nədir? El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana, hangi səmsə, hangi yana, hey uçsan da yuvam sənsən, elim, günüm, obam sənsən. Babamızın ən çox sevdiyi şair kimdir? Babamızın ən çox sevdiyi bəstəkar kimdir? Babamızın ən çox sevdiyi mahnı nədir? Babamızın ən çox sevdiyi içki hansıdır? Babamızın ən çox sevdiyi gül hansıdır? Babamızın ən çox sevdiyi rəng nədir? Babamızın ən çox sevdiyi rəqəm neçədir? 7. Babamızın ən çox sevdiyi şəhər haradır? Babamızın ən çox sevdiyi insan xüsusiyyəti nədir? Vətənimin ən çətin, ən ağır günlərində xalqının xilaskarı oldu Heydər Əliyev. Müdrik siyasəti ilə xilas etdi ölkəni. Güclü bir Azərbaycan qurdu Heydər Əliyev. Vətəninə həsr etdi, ömrünün hər anını bir şam kimi yandırdı, bu yolda öz canını. O xalqını sevirdi, xalq xilaskarını, xalqının arxasında durdu Heydər Əliyev. Ölkədə hər sahədə islahatlar apardı. Hər addımda, hər işdə xalqa arxalanardı. Bütün siyasətçilər onu örnək alardı. Siyasətdə möhürün vurdu Heydər Əliyev. Vətəninə hər qarşı ona doğma diyardı. İllərdir qəlbində Şuşa həsrəti vardı. Kaş ulu öndərimiz bugün də sağ olardı. Zəfərin münəvrəsini qoydu Heydər Əliyev. Onu hər zaman hörmət, rəhmət inanırıq. İlham Əliyevə də onun tək inanırıq. Ali baş komandanı davamçısı sanırıq. Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Gəlişinlə qurtulubdur bu vətən. Sən oldun xalqa ümid və güvən. Sən oldun dar gündə köməyə yetən. Ulu bir sərkərdə, ulu bir öndər. Uçatdı hər yerdə bayrağımızı, yazdı tarixlərə aksanımızı, tanıtdı dünyaya varlığımızı. Ulu bir sərkərdə, ulu bir öndər. Heydər adı dastanlara çevrildi, onun qüdrətini yer bildi. Allah onu yurdumuza yetirdi. Ulu bir sərkərdə, ulu bir öndər. Hara baxırsan sən nişanələri, özündən sonra kabidələri, bizlər tərk etmir xatirələri. Ulu bir sərkərdə, ulu bir öndər. Bu idi məqsədi, vətən uzalsın, oğulları
düşmənləri dağlasın, analar gözünü sevinç ağlatsın. Ulu bir sərkərdən, ulu bir öndər. Əlindən gələni xalqına etdi, ağ günə çıxarıb dünyadan getdi. Qoymadı desinlər, yolunuz bitdi. Ulu bir sərkərdən, ulu bir öndər. Zəhməti ilə dirçətdi yurdunu, gücləndirdi yenilməyən ordunu, ödəyib min rəhbərin borcunu. Ulu bir sərkərdən, ulu bir öndər. Özündən sonra bir davamçı qoydu. Onun da bu yolu Heydər yoludur. Haqqa qovuşsa da xalqım düşünər. Ulu bir sərkərdən, ulu bir öndər. Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Mən həmişə fəxr etmişəm, yenə fəxr edirəm. Mən Azərbaycanlıyam. Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir. Mənim həyatımın məqsədi Azərbaycandır. Azərbaycan xalqıdır. Azərbaycan Respublikasıdır. Azərbaycan vətəndaşıdır. Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram. Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.